Məncə. Deməli millət. 3 nəfər tələbə var burada. It is unlikely that ucundan oxuyurlar. Deyirəm, unlikely nədir? Üçü də deyir ki, məsəl üçün fərqli olaraq deməkdir. Deyirəm yaz. Üçü də ayrı-ayrı soruşur. Biri yox, biri soruşur. Deyir, mənim fərqli olaraq demək deyil. Deyirəm yox. Bu birisi soruşur. İndi o birisi soruşur. Birinə deyəndə rəqib qəbul eləmək istəmirlər. Çox deyil. Bana yaz deyəndə yazda 10 dəqiqə vaxtı bitirirsiniz orada. It is unlikely uşaqlar ehtimal deyil ki, çətin ki mənasını verir. Not possible bu mənanı verir təxminən. Hə, bir də burada it is unlikely that üstə gələk cümlə yaza bilərsiniz. İstənilən zamanlı ola bilər. Onun heç bir qorxusu yoxdur. Bir də belə bir üstə var. Mübtədə üstə gələk to be, üstə gələk unlikely, üstə gələk to, üstə gələk fail. Yəni ehtimal deyil ki, nəsə baş versin. Bunu unlikely əvəzinə likely yaza bilərsiniz ki, ehtimal ki, nəsə baş verəcək. Məsəl üçün, you are unlikely to get a high score in the exam. Çətin ki, imtahandan yuxarı bal alasan. Yəni, ehtimal deyil ki, yuxarı bal alasan. Və you are likely to get a high score in the exam if you listen to your teacher. Müəlliminə qulaq assan, ehtimal ki, yuxarı bal alacaqsan. Bu mənanı verir. Yəni, burada mübtədə you, xəbər, əsas xəbər ardır. Qalanları cümlənin düsturuna uyğun yazırsınız. İndi tələbələr ürəyində xalq almasın. Fərqli olaraq nə deməkdir? Unlike deməkdir. Yaxşı? Unlike üstə gələk isim və ismi ifadə olur. Məsəl üçün, unlike your expectations, mine are within reasonable limits. Yəni, sənin ehtimal gözləntilərindən fərqli olaraq mənimkilər məntiq çərçivəsindədir.